Əvvəlcə salamlayıram, xoş gördük hər birinizi. Bu günləri sizinlə data analitikada Python yoxsa R proqramlaşdırma dili hansına üstünlük verməliyik? Seçim edəndə hansı parametrlərə görə hansı dili tətbiqinə üstünlük verməli? Bu haqqda danışacağıq. Əvvəlcə bir data analitika haqqında qısa danışaq. Daha sonra artıq proqramlaşdırma dillərinin müqayisəsinə apara bilərik. İcazənizlə mən sual verim. Aranızda proqramlaşdırma ilə, data analitika ilə məşğul olan varmı? Buyurun. Mən proqramlaşdırma təhsil almışam, amma data analitikada başlayıram. Olursunuz? Bəli. Çox gözəl. Buyurun. Yeni başlayırsınız. Data təhsil almışam burada. Aha, lap yaxşı. Başqa var? Yoxdur. Tamam. O zaman başlayaq əvvəlcə. Data analitika nədir? Ümumiyyətlə data nədir? Verilənlər nədir? Bəzən qarşılıqlı olaraq iki terminin ikisi də istifadə olunur. Yəni biz bunu ingilis dili ədəbiyyatlarında daha çox data kimi istifadə edirik. Bizim dillərdə bu verilənlər olaraq tərcümə olunur. Yəni verilənlərin əhəmiyyətini sadəcə bir sözlə ifadə etmək olar ki, 21-ci əsrin yeni yanacağı hesab olunur. Yəni bilirsiniz ki, hər əsr, hər dövr nəyinsə yadda qalır. 21-ci əsr üçün də daha çox bu ifadəni işlədirlər ki, bu 21-ci əsrin yeni yanacağıdır. Əvvəllər verilənlərin özünün bir əhəmiyyəti var idi. O baxımdan ki, müəyyən müddət keçdikdən sonra insanlıq, elm, texnologiya inkişaf elədikcə verilənlərin sayı başlayırdı artmağa. Yəni həddindən artıq çox verilənlər ortaya çıxırdı, informasiya ortaya çıxırdı və bir insanın digər insandan üstünlüyü, bir şirkətin, bir qurumun, bir dövlətin digər dövlətdən üstünlüyünü bu informasiyanın həcmi ilə ölçülür. Yəni nə qədər daha çox informasiya varsa, o qədər bir şəxsin, bir dövlətin və yaxud bir cəmiyyətin, şirkətin digərinin üzərində bir üstünlüyü var. Amma zaman keçdikcə artıq bu informasiyanın çox olması bir üstünlüyə çevrilmədi. Çünki eyni informasiya həcminə digərlərinin də əlçatanlığı təmin olundu. Bundan sonra ortaya belə bir kriteriya çıxdı ki, kim bu informasiyanı daha yaxşı emal edə bilirsə, kim bu məlumatlardan lazımlı, faydalı biliklər, informasiya çıxara bilirsə, üstünlük ondadır. Və data analitika artıq bax bu özü də diqqətlə baxsaz, analitika nədir? Təhlil, yəni verilənlərin təhlili. Və bu verilənlərin təhlili ilə bağlı da müəyyən alətlər ortaya çıxdı. Əvvəllər belə bir alətlər yox idi. Ona görə yox idi ki, kompüter texnologiyası kifayət qədər inkişaf eləməmişdi. Yəni o dövrün tələblərinə görə biz deyirik ki, hə, kompüter əsri və s. Amma o dövr üçün o qədər informasiyanın emal olunması və s. hələ belə deyək, gündəmdə deyildi. Və kompüterlərin də hesablama gücü o səviyyədə deyildi ki, bu qədər informasiyanı emal edə bilsin. Halbuki o vaxtlar da əslinə qalsa informasiya çox idi. Lakin o informasiyanın özünün toplanması, bir araya gəlməsi, yəni informasiyanın yığılması indiki qədər çox deyildi. Xatırlayarsınız, dövlət qurumlarında, eləcə də şirkətlərdə həmişə arxiv idarələri olur. Arxiv idarələri neynirlər? Deyirlər ki, 10 ildən bir ya 15 ildən bir bütün materialları məhv edirlər, yandırırlar. Yəni, heç vaxt onların ağlına gəlmirdi ki, bu informasiyanı biz hansısa bir daşıyıcıda saxlayaq. Çünki o informasiyaya zaman keçdikcə öz aktuallığını itirmiş data kimi baxırdılar. Məsəl üçün, illər əvvəlinə aid olan kim kiminlə evləndi, neçə yaşında evləndi, düşünürlər ki, bu indi bizə o qədər də əhəmiyyətli deyil. Ümumiləşdirirdilər informasiyanı, statistika qurumları, məsəl üçün deyək ki, illər üzrə evlilik sayı, boşanma sayı və s. Amma məsəl üçün dərinliyinə o informasiyanın incələyərəkdən elə bir data saxlamırlar ki, məsəl üçün tutaq ki, evlənənlər arasındakı yaş fərqi, təhsil fərqi və s. Bunlar artıq onları o an üçün maraqlandırmırdı. Amma zaman keçdikcə artıq informasiya kommunikasiya texnologiyaları inkişaf eləyir. Daha çox informasiyanı saxlamaq imkanımız olur. Çünki yaddaş daşıyıcıları, data mərkəzlər və s. bunlarda informasiyanın kifayət qədər həcmi nə qədər böyük olsa belə bunları yadda saxlamaq imkanlarımız ortaya çıxır. Bu informasiyanı emal etmək üçün də kompüterlərin imkanları genişlənilir. Yəni əvvəl kompüterlərin hesablama gücü indikilər qədər güclü olmadığını düşünsək, indi müqayisə aparanda həqiqətən yerlə göy qədər fərqin ortaya çıxdığını görürük. Həm serverlərin
daha müasir olması, deyək ki, yaddaş qurğularının həcminin artması, prosesorun məhsuldarlığının çoxalması və s. və ilaxır. İnformasiyanın ötürülməsi, yəni şəbəkə texnologiyalarının inkişafı, bütün bunlar ona gətirib çıxarır ki, artıq bu datanın, verilənlərin emal olunması başlayır bir aktual məsələyə kimi ortaya çıxmağa. Bayaqki məsələmizə qayıdırıq. İnsanlar artıq düşünür ki, informasiyanın sadəcə toplanması ilə iş bitmir. Bunu nədir? Emal eləmək lazımdır. Emal edib buradan faydalı informasiyanı çıxarmaq bizə bir üstünlük qazandıracaq. Belə bir statistika ilə istəyirəm tanış eləyim. Deməli, burada qlobal data həcmi illər üzrə verilib. Gördüyünüz kimi son 15 ilin statistik göstəriciləridir. Zettabayt ilə ölçülür. Bax, görürsünüz, əgər 10-cu ildə bu hardasa bir 2 zettabayt idisə, indi artıq bu 2025-ci ildə bunun 181 zettabayt olduğu proqnozlaşdırılıbdır. Yəni, həqiqətən də bu həcmə qədər gördüyünüz kimi nə böyük həndəsi silsilə ilə bu artır. Yəni, bunun və sonu yoxdur. Düşünün, artıq gələn il daha çox olacaq. Yəni, 2 dəfə, 3 dəfə, bəlkə daha da çox ola bilər. Bütün bu toplanan informasiyanın həm çeşidinin, həm də ümumiyyətlə həcminin artdığını göstərir. Və təbii ki, bu qədər informasiya artırsa, bu informasiyanın saxlanması, bunun emal olunması, bu da aktual problem kimi qarşımıza çıxır. Başqa bir maraqlı faktı nəzərinizə çatdırmaq istəyirəm. Deməli, bax, bu şəkildə gördüyünüz Boeing 737 laynerinin mühərrikidir. Bilirsiniz, 2 mühərriklə təchiz olunur bu təyyarələr, bu Boeing təyyarəsində və burada deməli mühərriyin özündə sensorlar yerləşdirilibdir. Ümumilikdə 300 mindən çox parametr üzrə müxtəlif məlumatlar toplayır. Biz onlardan hamısını sadəcə bildiklərimizi saya bilərik. Hansı parametrlər ola bilər? Havanın temperaturu ola bilər, deyək ki, sıxlığı ola bilər, nəmliyin miqdarı ola bilər və s. Amma indi düşünün ki, bizim bildiyimiz, bilmədiyimiz, yəni adi şəxslər olaraq düşünürəm, yəni təyyarə mühəndisi kimi düşünməsək, bəlkə biz 5-ini 10-unu saya bilərik. Amma ümumilikdə düşünün ki, 300 mindən çox parametr üzrə müxtəlif məlumat toplayır. Deməli, qiymətləndirmə aparıblar. Uçuş zamanı hər bir mühərrik, hər biri 1 saatda 20 terabayt data toplayır. Yəni, bu artıq təəccüblü deyil. Əgər 300 min parametr üzrə toplayırsa, durmadan bu informasiyanı toplayırsa, bu da gəlir, deməli, 1 saata 20 terabayt data həcmi əmələ gəlir. Beləliklə deyirik ki, əgər 6 saatlıq bir uçuş məsafəsini düşünsək, New Yorkla Los Angeles şəhərləri arasında, o zaman sadəcə 2 mühərrikdən ümumilikdə 240 terabayt bir informasiya toplana bilir. Yəni, ətraf aləm haqqında, təyyarənin o anki vəziyyəti, uçuş parametrləri və s. Yəni, böyük bir həcm. Yəni, sadəcə bu bir təyyarə reysi zamanı əldə olunan məlumat. İndi düşünün ki, bunun emal olunması prosesi var və s. və l. Verilənlərin, indi biz dedik ki, topladıq, kifayət qədər əlimizin altında data var. Bəs bu verilənləri biz nə cür emal eləməliyik, nə cür təhlil aparmalıyıq? Gördüyünüz kimi bir neçə təhlil texnikası var. A-B testi var, crowdsourcing var, verilənlərin qarışdırılması var, birləşdirilməsi var. Ondan sonra verilənlərin hasilatı var, mətn hasilatı var. Bunların indi mən bacardığım qədər bizim dilə tərcümə eləmişəm. Yəqin ki, çoxsunu siz elə ingilis dilində də qarşılıqlarını bilirsiniz. Digər tərəfdən qırmızı xəttlərlə, qırmızı şriftlə bunu qeyd etmişəm. Maşın öyrənməsidir, dərin öyrənmədir ki, bugün daha çox bu məsələlərə toxunacağıq. Təbii dilin emalıdır, optimallaşdırmadır, simulyasiyadır, siqnal emalıdır, vizuallaşdırmadır və statistikadır. Baxın, bütün bunlar ən çox istifadə olunan texnikalardır. Yəni, bu verilənləri hansı yollarla biz emal eləyə bilərik, hansı yollarla bu informasiyanın təhlilinə apara bilərik. Və bugünkü mövzumuzda biraz daha çox data analitika ilə bağlı olduğuna görə bizi maraqlandırır. Burada əsasən 2 texnika nədir? Maşın öyrənməsi və dərin öyrənmə. Bildiyiniz kimi, maşın öyrənməsi və dərin öyrənmə süni intellektin alt sahəsidir. Hətta biz deyərdik ki, dərin öyrənmə maşın öyrənməsinin də bir alt sahəsidir. Bu baxımdan maşın öyrənməsi və dərin öyrənmə təhlil növlərində biz artıq proqramlaşdırma dillərinin imkanlarından geniş sürətdə istifadə edirik. Nə cür istifadə edirik? Alqoritmlərdən istifadə etməklə, yəni proqramlaşdırma dillərində təqdim olunan, artıq data mühəndisləri tərəfindən bizə hazır şəkildə təqdim olunan alqoritmləri istifadə eləməklə, o alqoritmləri tətbiq eləməklə verilənlərin emalını, verilənlərin təhlilini həyata keçirə bilirik. Bu alqoritmlərdə hansılardır? Bunların sayı kifayət qədər çoxdur və tətbiq
sahəsinə görə bu dəyişir. Yəni tətbiq sahəsi bu hansı sahə üçün, hansı biznes sahəsində harda biz bunlardan istifadə ediriksə, ona uyğun olaraq da alqoritmləri seçirik. Və məsəl üçün təsvirlərin tanınması. Bu sahə yəqin ki, sizə tanışdır. Burada həm əl yazılarıdır, əl yazının tanınmasıdır, həm müxtəlif təsvirlərdir və s. Burada məsəl üçün bizim istifadə etdiyimiz maşın öyrənməsi alqoritmləri qərar ağaclarıdır, K ən yaxın qonşudur, neyron şəbəkələrdir, konvolюsiyalı neyron şəbəkələridir, dəstəkli vektor maşını, Viola-Jones alqoritmi, YOLO SSD. Yəqin ki, son olanları siz pilotsuz avtomobillərdə bu alqoritmlərdən yəqin tanışsınız. Yəni pilotsuz avtomobillər bilirsiniz ki, getdiyi yolda həm yol nişanları, həm maneələr və s. bunları əvvəlcə aşkar eləməlidir və onun əsasında bir qərar qəbul eləməlidir, maneələri keçməlidir və yaxud hansısa yol nişanının göstərişi ilə dayanmalıdır, dönməlidir və s. və l. Bax, bütün bu təsvirlərin tanınması alqoritmlərində biz elə məsələn ən geniş yayılmış günümüzdə olan həmin o pilotsuz avtomobillərdə də rast gəlirik. Sonra nitqin tanınmasıdır, bilirsiniz. Nitqin tanınmasında həm virtual assistentlərin istifadəsidir. Məsəl üçün deyək ki, mobil telefonlarda Siri-dən istifadə edirsiniz, Alexa-dan istifadə edirsiniz və s. və l. Bunlarla bağlı, bu tətbiq sahəsi ilə bağlı da nəzərdə tutulan rekurrent neyron şəbəkələri var, gizli Markov modeli var, MFCC var, DTW var və s. istifadə olunan alqoritmlərimizdir. Məhsul tövsiyələri də tez-tez qarşınıza çıxır. Harda çıxır daha çox? Ən çox harda qarşınıza çıxır? Nədir? Hə? Alış-veriş saytlarında. Tamam, başqa? Sosial şəbəkələrdə. Sosial şəbəkə, məsəl üçün Netflix-də də qarşımıza çıxır, düzdürmü? Hər hansı bir film izləyirik, sonra eyni janrda olan başqa bir filmi bizə təklif eləyir. Həmçinin burada da istifadə olunan sadəlövh Bayes klassifikatorudur, qərar ağaclarıdır, K ən yaxın qonşulardır. Bu kimi alqoritmlərdən də məhsul tövsiyəsində biz geniş istifadə edirik. Yenə nəqliyyatın proqnozlaşdırılması var. Nəqliyyat hərəkətinin proqnozlaşdırılması təsadüfi meşədir, K ən yaxın qonşulardır. Bayaqları sadaladıq, o pilotsuz avtomobillərdə sadəcə qeyd elədik ki, təsvirlərin emalı da burada var, amma digər tərəfdən də adını burada sahib sadaladığımız digər alqoritmlərdə bilavasitə pilotsuz avtomobillər işlənməsində, onlar üçün proqram təminatının hazırlanmasında geniş şəkildə istifadə olunur. Bax, bu gördüyünüz də bir-bir adlarını oxumuram, maşın öyrənməsi alqoritmləri. Digər tətbiq sahəsi elektron poçt spamı və zərərli proqramların filtrlənməsi. Bilirsiniz, proqram elektron poçt proqramını düşünsəniz, istifadə etdiyiniz tətbiq ayrıca mobil tətbiq kimi düşünün və yaxud da ki, elə web tətbiq olaraq düşünsəniz, orada bir spam qovluğu olur da, junk və s. adlandırılır. Bu maillərin bizim elektron poçtumuza daxil olarkən filtrlənərək həmən uyğun qovluğa düşməsi var. Digər tərəfdən kompüterimizə yüklədiyimiz proqramlarda hansı bir proqram təminatı məhsuludur və yaxud deyək ki, web browserın hansısa bir əlavəsidir, hər hansı bir utilitdir və s. Proqram təminatını biz kompüterimizə yüklədiyimiz zaman antivirus və digər qoruma proqramları nə varsa bizə bir məlumat verir ki, o proqram zərərlidir və s. Bax, burada da yenə alqoritmlər öz işini görür. Həmin bu alqoritmlər proqram kodlarını incələyir və bizə müvafiq xəbərdarlıqları göstərir. Bayaqlar qeyd elədik, burada da yenə qarşımıza çıxır intellektual, virtual assistentlər. Bayaq dediyimiz kimi Alexa olsun, Siri olsun və s. Bax, burada da yenə tətbiq olunan alqoritmlərin görə bilirsiniz. Sonra digər tətbiq sahəsi fırıldaqçılığın aşkarlanmasıdır. Fırıldaqçılığın aşkarlanmasında nədən söhbət gedir? Bu, müxtəlif sahələr ola bilər. Yəni, deyək ki, həm məsələn, deyək ki, call centerlərə edilən zənglərdir, müştərilərə olan zənglərdir və s. Ondan sonra yenə banka olan müraciətlərdir. Burada da bax, deməli, bu sadalanan alqoritmlərdən istifadə etməklə bu kimi xoşagəlməz halların qarşısı alına bilir. Səsli bir informasiya ola bilər, yəni düşünün ki, kiminsə səs olaraq bizə göndərilən informasiya ola bilər, hansı bir yazılı informasiya ola bilər, deyək ki, hansı bir şəkil ola bilər. Yəni biz orada təqdim olunan informasiyanın bizə verilən həmin o məlumatın həqiqiliyini və yaxud onun fake olduğunu yenə bu sadalanan alqoritmlərdən istifadə etməklə aşkarlaya bilərik. Digər tərəfdən birja ticarətində istifadə olunan bu alqoritmlər var. Yəni düşünün ki, bu alqoritmlərin
tətbiq edilməsi ilə hazırlanan proqram təminatlarına əgər çıxışınız varsa istifadə edə bilirsinizsə, çox rahat bir şəkildə birjada gedən prosesləri proqnozlaşdıra bilərsiniz. Yəni hansı hissə sənədinin sabah qiyməti artacaqmı, azalacaqmı, dəyəri düşəcəkmi və s. Bu şəkildə bunu müəyyənləşdirməyiniz mümkündür. Yenə istifadə olunan alqoritmlər sağ tərəfdə sadalanıb. Tibbi diaqnostikada istifadə olunan alqoritmlər, yenə qarar ağacları, təsadüfi meşə, dəstəkli və maşını və s. və axır burada da yenə görə bilirsiniz. Bilirsiniz ki, tibbi diaqnostika günümüzdə getdikcə daha da genişlənir. Yəni əvvəllər sadəcə 1-2 xəstəliyi əgər həkimlər daha əvvəlcədən diaqnostikasını apara bilirdisə, indi bunların sayı həddindən artıq çoxalır. Yəni hətta o dərəcədə imkanlar var ki, sadəcə hal-hazırdakı xəstəlikləriniz yox, yəni bizim pasientin hal-hazırdakı xəstəlikləri yox, gələcəkdə belə tutula bilmə ehtimalı olan xəstəlikləri aşkara çıxarmaq mümkündür. Yəni tibbi diaqnostika bugün buna belə imkan verir. Sonra maşın tərcüməsi, yəni maşın tərcüməsində istifadə olunan alqoritmləri görürsüz. Yəni bugün əksəriyyətinizin istifadə etdiyi ən azından bir Google Translate var, rahat bir şəkildə və yaxud da deyək ki, ChatGPT-nin xidmətindən belə istifadə edib maşın tərcüməsi həyata keçirə bilirsiniz. Bax orada da istifadə olunan alqoritmləri görə bilirsiniz. Bəs yaxşı, bütün bunlardan hansı proqramlaşdırma dillərindən istifadə olunur? Biz daha çox eşitmişik ki, Python və R. Python və R dili ən çox istifadə olunan dillərdir. Yəni data analitikada qarşımıza çıxan ən çox istifadə olunan bu iki dildir. İndi növbəti slaydda görəcəksiniz ki, bununla yanaşı digər proqramlaşdırma dillərindən də istifadə olunur. Və Python proqramlaşdırma dillərində data analitika üçün nəzərdə tutulan kitabxanaları görürsünüz. Bəlkə də kim idi data analitika ilə məşğul olan daha əvvəl? Buradakı kursa. Siz olmuş. Hansıları burada keçmişsiniz, istifadə eləmişsiniz? Əsasən Python. Yox, kitabxanalar hansından istifadə eləmişsiniz? Aha, bəli. Tamam. Baxın, R proqramlaşdırma dilində ilk başda bunların burada indi sayıları azdır, amma əksinə R-də də bunların sayı həddindən artıq çoxdur. Mən sadəcə hamısını bura yerləşdirməmişəm. Pythonda istifadə olunanların burada görə bilirsiniz. Bu kitabxanalarda bilirsiniz, proqramlaşdırma dilinin bir əsas hissəsi var, core hissə dediyimiz. Bir də qarşı qoyulmuş konkret bir məsələnin həlli ilə bağlı, hansı bir tətbiqi problemin həlli ilə bağlı ayrıca kitabxanalar var, modullar var. Məsələni həll eləmək üçün bu Pythonun öz modulu ola bilər və yaxud third party dediyimiz kənar şirkətlər tərəfindən hazırlanmış kitabxanalar ola bilər. Onları biz proqramlaşdırma dilinə import eləməklə həmin o moduldakı funksiyalardan və digər proqram kodlarından istifadə edə bilirik. İndi sırf Python proqramlaşdırma dilində də nəzərdə tutulan, data analitikada nəzərdə tutulan proqramlaşdırma dilində də həmçinin. Daha sonra görə bilərsiniz ki, data analitikada digər proqramlaşdırma dillərindən də istifadə oluna bilir. Məsəl üçün Java-da istifadə olunan kitabxanalar var. Java ML Machine Learning, Arbiter, NeuroVK, Deep Learning 4J, ondan sonra ENCODE və s. və axır. Go-da yenə var, MATLAB-ın özündə var. Hətta C və C++-da belə sırf maşın öyrənməsi ilə bağlı alqoritmləri tətbiq eləmək üçün, istifadə eləmək üçün nəzərdə tutulan deməli kitabxanalar var. Hətta bəzən olur bir kitabxana bir neçə proqramlaşdırma dili üçün də eyni zamanda hazırlana bilir. Və yaxud onun eyni adlı da ola bilər və yaxud oxşar fərqli bir adla da ola bilər, amma tərkib olaraq eyni ola bilər. Bu kitabxanaları bir çox halda kənar şirkətlər hazırladığına görə onlar yəni baxırlar ən çox istifadə olunan proqramlaşdırma dilləri hansıdır. Hər proqramlaşdırma dilinə uyğun həmin o kitabxanaları istehsal eləyib, yəni proqramçılara təqdim eləyirlər. Digər tərəfdən yenə JavaScript-də, Scala-da, Julia-da, Common Lisp-də belə görə bilirsiniz ki, yəni kifayət qədər kitabxanalar var. Biz sadəcə daha çox Java-nı və R dilini bildiyimizə görə deyirik ki, daha çox bunlar istifadə olunur. Yəni ancaq bunlar istifadə olunur. Xeyr, data analitikada ən çox bu Python-dan R dili istifadə olunur. Amma digərlərində belə bir imkanları var. Yəni hal-hazırda maşın öyrənməsində sadəcə Julia-nı istifadə edən proqramçılar varsa, deməli yenə də o öz aktuallığını qoruyur. Python haqqında yəqin ki, məlumatınız var. Mən çox geniş danışmaq istəmirəm. Sadəcə bir neçə cümlə ilə kifayətlənim. İlk dəfə 1989-cu ildə ortaya çıxan bir proqramlaşdırma dilidir və ortaya çıxarkən
qarşılarına belə bir proqramlaşdırma dilini belə ortaya çıxaran, qarşısına qoyduğu məqsəd bu olur ki, çox sadə bir proqramlaşdırma dili, yəni sintaks baxımından, istifadə baxımından çox rahat bir proqramlaşdırma dili ortaya qoysun. C++ dilinin bəzi imkanlarından istifadə olunur. Yəni belə deyək, C dilinin törəmə kimi düşünə bilərsiniz. Yəni C ailəsinə mənsub bir proqramlaşdırma dilidir. Özündə C dilinin sintaksini ehtiva eləyir. Və bu gün də ən populyar proqramlaşdırma dilidir. Proqramlaşdırma dillərinin reytinq cədvəli var. Hər dəfə bu ay bu ay nəşr olunur. TIOBE indeks var, bilirsiniz. Oradan da baxsınız görəcəksiniz ki, son 10 ildə Python proqramlaşdırma dili ilk sıralardadır. Yəni ilk üçlükdədir hətta deyərik. Amma son 5 ildə birinci yerdən aşağı düşmür. Digər tərəfdən open source-dur. Yəni hər kəs rahat istifadə edə bilər. Yəni əlavə lisenziya haqqı ödəmədən və s. Bu cəhəti yaxşıdır. Open source olduğu üçün daha çox community var, daha çox insan, proqramçılar, qurumlar qatqıda öz qatqılarını verirlər. Dilin öz imkanları genişlənir. Ondan sonra versiyalar mütəmadi olaraq tez-tez yeni versiyalar çıxır. Dilin öz funksional imkanları genişlənir və s. və axır. Yəni adətən open source olan şeyləri peşəkar qurumlar, şirkətlər çox da istifadə eləmir. Amma digər tərəfdən baxsın ki, Python proqramlaşdırma dilinə bağlı bu elə deyil də. Yəni ən böyük şirkətlər belə Google-dan tutmuş, NASA kimi, IBM kimi öz proqram təminatı məhsullarını Pythonla hazırlayırlar. Məsələn, mən illər əvvəl eşidəndə inanmağım gəlməmişdi ki, YouTube-un böyük bir hissəsini Pythonda hazırlayıblar. Bu baxımdan Pythonun üstünlükləri, yəni hələ data analitika tərəfini qoyuruq bir kənara, proqramlaşdırma dili olaraq bir çox üstünlüklərini görə bilirik. Və Pythonun digər gözəl yanı bayaq qeyd etdiyim kimi sintaksinin çox rahat olmasıdır. Yəni deyək ki, eyni bir proqramı siz Pythonda yazsanız, bir də deyək ki, məsəl üçün C# yazsanız, yerlə göy qədər fərq görəcəksiniz. Kodun həcmi olaraq, buna sərf elədiyiniz vaxt və enerji olaraq Python dili həqiqətən də rahatdır. R dili isə sırf statistik təhlil və məlumatların vizuallaşdırılması üçün işlənib hazırlanan bir proqramlaşdırma dilidir. Bu da 92-ci ildə hazırlanır, bazara çıxır və özündə də müxtəlif alətləri, yəni sırf statistik hesablamaların, təhlillərin aparılması üçün kifayət qədər alətləri özündə birləşdirir. Arxiv şəbəkəsində, R-in arxiv şəbəkəsi, bu CRAN adlanan arxiv şəbəkəsində 13 mindən çox R paketi var. Yəni o paketlərin içində saysız hesabsız funksiyalar toplanılıb. İndi baxaq fərqləri nələrdir? Təbii ki, fərqləri çoxdur. Bizi burada daha çox maraqlandıran sırf data analitika yönü ilə olan fərqlərdir. Mən indi bu fərqləri sizin nəzərinizə çatdıracağam. Bunlar haqqında da danışacağıq. Ondan sonra sual-cavab hissəsinə keçərik. Bir diskussiya formasında mövzumuzu davam elətdirərik. Birincisi söhbət yanaşmadan gedir. Yəni hər bir dilin ümumi məqsədi nədir? Bax biz deyirik ki, Python proqramlaşdırma dili universal bir dildir. Həqiqətən də universal bir dildir. Çünki tətbiq sahələri çox genişdir. Yəni siz istəyirsiniz Pythondan istifadə edib həm proqram təminatı, tətbiqi proqramlar hazırlayın, məsələn masaüstü proqramlar, applicationlar hazırlayın. İstəyirsiniz hətta web tətbiqlər hazırlayın, mobil tətbiq hazırlayın, dronların proqramlaşdırılmasında istifadə edin, robototexnikada istifadə edin, eyni zamanda data analitikada istifadə edin, əşyaların internetində istifadə edin. Yəni bu dəqiqə elə bir sahə yoxdur ki, Python proqramlaşdırma dilini orada tətbiq edə bilmir. Bu baxımdan deyirik ki, Python proqramlaşdırma dili universal bir dildir və eyni zamanda deməli verilənlərin emalı ilə bağlı nədir? Ümumi bir yanaşma təqdim edilir və daha çox da maşın öyrənməsində istifadə olunur. Bunun əksinə olaraq, yəni qarşı R proqramlaşdırma dilinin isə ortaya çıxma səbəbi nədir? Statistik analizlərin aparılmasıdır. Yəni sırf bunun üçün ortaya çıxmış bir proqramlaşdırma dilidir. Ona görə də burada sadəcə maşın öyrənməsi həll elədiyi məsələlər yox, ümumiyyətlə statistik analizlərin, dərin təhlillərin aparılması üçün R proqramlaşdırma dili nəzərdə tutulubdur. Bu baxımdan sual olaraq versək ki, məsələn mən indi hansını öyrənim, mənim məqsədim nədir? Və yaxud mən bunu hansı ünvanla başlayıb öyrənəcəm? Yəni mən statistika ilə məşğul olan bir mütəxəssisəm, yoxsa bir proqramçıyam, data analitikanı maşın öyrənməsi səviyyəsində tətbiq eləmək istəyirəm. Yəni bu dəqiqə məsəl üçün deyək ki, hansısa bir statistika qurumunda çalışan mütəxəssisə bu sualı versəz, o sözsüz ki, R dilini seçəcək. Çünki məqsədi onun daha verilənlərin daha dərin analizini aparmaq, sadəcə maşın öyrənməsi ilə bağlı olan yox, digər dillərə, digər tətbiq sahələrinə də toxunmaqdır. Və məqsədlər, bayaq bunu əslində biraz qeyd elədik. Məqsəd burada Python-u nə zaman istifadə edirik?
İlk növbədə dediyim kimi tətbiqlər, qrafik istifadəçi interfeysi olan tətbiqlərin işlənməsi, veb tətbiqlər, maşın öyrənməsi və ümumiyyətlə verilənlərin təhlili üçün düşünürük, istifadə edirik. R dilində isə dediyim kimi sırf statistik təhlil və verilənlərin vizuallaşdırması. Xüsusilə bax bu vizuallaşdırma çox önəmlidir. Az sonra bu məsələyə yenə toxunacağıq. Python'un da o imkan, yəni Python istifadə etdiyi kitabxanaların da o imkanları var ki, verilənləri biz vizuallaşdıraq. Çünki baxın, verilənlər vizuallaşdığı zaman bizə o vizual şəkildə, cədvəllər şəklində, sxemlər şəklində təqdim olunanda biz daha çox informasiya əldə edə bilirik. Məsəl üçün deyək ki, bir hansı tendensiyadır, hansı bir əyridir. Bu bizə daha çox informasiya verir, nəinki quru rəqəmlərə baxanda. Bu baxımdan R-in vizuallaşdırma ilə bağlı imkanları həqiqətən artıq genişdir. İstifadə rahatlığı Python proqramlaşdırma dili bayaq da qeyd elədik, həqiqətən də çox asandır. Hətta məsələn digər proqramlaşdırma dillərindən bilmirəm, orta məktəbdə yaxud ali məktəbdən tanışsınızsa, məsələn deyək ki C, C++, hətta deyək ki məsəl üçün o vaxtlar Delphi, Pascal, həmişə sətrin sonunda nə yazırdıq? Nöqtə vergül yazırdıq, düzdürmü? Dəyişənləri istifadə etməmişdən əvvəl nə edirdik? Elan edirdik. Dəyişənlərin elanı var idi. Pythonda bu yox. Yəni sən hər sətrin sonunda nöqtə vergül yazmağa məcbur deyilsən. Yəni elə bir qayda yoxdur ki, nöqtə vergül yazasan. Nöqtə vergül yalnız o zaman yaza bilərsən ki, iki ifadəni bir sətirdə yazırsan. Onları ayırmaq üçün nöqtə vergüldən istifadə edə bilərsən. Amma yox, hər birini ayrı-ayrı sətirdə yazın ki, ayrı-ayrı sətirdə yazılması daha məqsədə uyğundur, daha məsləhətlidir. Kodun oxunaqlı olması baxımından. Yəni nöqtə vergülün funksiyası artıq orada özünü itirir. Yəni ehtiyac qalmır. Digər tərəfdən dinamik tipləşdirmə olduğuna görə Python proqramlaşdırma dilində istifadə etmək istədiyiniz dəyişəni daha əvvəldən tipini elan etməyə ehtiyac qalmır ki, bax bu integer tipindədir, bu deyək ki, float tipindədir və s. Bu kimi məhdudiyyətləri yoxdur. İstifadə rahatlığı çox cəlb edicidir. Yəni çox rahat bir şəkildə siz bunu tətbiq edə bilirsiniz və bayaq da qeyd etdiyim kimi eyni bir məsələnin həlli üçün Pythonda yazdığınız proqramın həcmi daha qısa olur. Yəni çox xüsusilə funksional proqramlaşdırmadan da istifadə etməklə Pythonda çox qısa bir zamanda peşəkar proqramları yaza bilirsiniz. Və şirkətlərin də Pythona, ümumiyyətlə sadəcə data analitikanı qoyuruq bir kənara, ümumiyyətlə şirkətlərin də Python proqramlaşdırma dilinə üstünlük verməsinin ən böyük səbəblərindən biri də budur. Yəni düşünün, şirkət rəhbərisiz, proqramlaşdırma şirkətindən söhbət gedir, yaxud digər bir şirkət də ola bilər, onun proqramlaşdırma departamenti də ola bilər. Bir layihə işlənməlidir, hazırlanmalıdır. Bunu 3 ayda hazırlamaq olar, 6 ayda hazırlamaq olar. Zaman puldan da dəyərlidirsə, təbii ki, şirkətə sərf eləyən nədir? 3 aya bu layihənin işlənib hazırlanması. Əgər Python bunu 3 aya söz verirsə, Pythonda bunu 3 aya hazırlamaq mümkündürsə, şirkət öz layihəsini Pythonda işləyib hazırlamaq üstünlük verəcək. Və təbii ki, şirkətin də layihəsi Pythondadırsa, buna deməli nə lazım olacaq? Kim lazım olacaq? Python proqramçısı lazım olacaq. Bu baxımdan yəni görürük ki, şirkətlər gündən-günə daha çox Python proqramçısına niyə üstünlük verir? Çünki dediyim kimi zamandan, enerjidən qənaət edə bilirlər. Bu da nəticədə xərclərin azalması deməkdir. R dilinin isə sintaksi daha qəlizdir. Yəni mən demirəm ki, öyrənmək mümkün deyil. Xeyr. Yəni Pythonla müqayisə eləyəndə bəli, çox qəlizdir. Yəni sintaksis Python qədər rahat deyil və bəzən sadə əməliyyatları yerinə yetirmək üçün daha çox kod yazmaq tələb olunur. Bu baxımdan da istifadəçi rahatlığı prizmasından məsələyə baxanda nə deyirik? Deyirik ki, Python proqramlaşdırma dilinin üstünlüyü daha çoxdur. Buyurun. R dilində yazılan proqramların məsələn qəlizliyi həmin o proqramın daha güclü olmasına dəlalət edirmi, yoxsa necə? Yox, yəni o məsələyə də gələcəyik. Yəni sadəcə sintaksin özü R dilində daha qəlizdir. Amma proqram olaraq hazırladığımız zaman digər parametrlərə indi toxunacağıq. Performans baxımından orada görəcəyik ki, çalışması baxımından R dilində yazılan proqramlar Pythona nisbətdə daha yavaş çalışır. Sual niyə görə məhz bu formada qoydum? Buyurun. Bəzi proqramçılar özlərinin yazdıqları kodları digər bir proqramçı əməkdaş oxuya bilməsin deyə qəliz belə deyək də gedişatlardan istifadə edirlər. Kodu yazdığı zaman. Bəli. Bunun misal üçün Pythonda belə deyək də bir platformada ikinci platformanın elementlərindən istifadə etmək mümkündürmü, yoxsa yox? Ümumiyyətlə həm Python dili, həm R dili bunlar üstə interpretasiya olunan dildir. Yəni platformadan bir asılılığı yoxdur. Bu baxımdan, yəni o məsələyə də gələcəm. Proqramçılar əslində hansı bir proqramçı əgər buna spagetti kod da deyirlər də, elə bir yanaşma ilə proqram yazırsa, bu təbii ki, arzu olunan bir şey deyil. Yəni məsələn mən o proqramçını heç vaxt işə götürmərəm. Çünki ilk növbədə o
öz işini çətinləşdirmiş olur. Aparıcı, belə deyək, günümüzdə trend olan texnologiyalar var, metodologiyalar var ki, ona ziddir. Məsəl üçün biz deyirik ki, proqramlaşdırma dilindən istifadə edəndə, proqram təminat məhsulları hazırlayanda bir sıra metodologiyalara, bir sıra prinsiplərə biz əməl eləməliyik. Bunlar hansıdır? Məsəl üçün Dry prinsipi var, KISS prinsipi var, YAGNI var, SOLID prinsipləri var. Əgər proqramçının yazdığı proqram kodları bu prinsiplərə ziddirsə, bu son nəticədə gətirib həddindən artıq qarma-qarışıq bir kodun ortaya çıxmasına gətirib çıxaracaq və o cür proqramçı ilə də heç bir şirkət rəhbəri çalışmaq istəməz. Nəyə görə? Çünki hətta başqa proqramçını qoyaq bir kənara, onun özünün o kodun üzərində işləməsi, o kodun əgər əksikliklərini düzəltməsi və s. kodun genişləndirilməsi, miqyaslanması və belə məsələlərdə o özü çətinə düşəcək. Yəni, biz nə deyirik? Deyirik ki, elə bir proqram kodu işləyib hazırlamalıyıq ki, ona xidmət göstərilməsi də asan olsun. Yəni, heç bir proqram təminatı xətalardan xali deyil. Yəni, yazılan proqram kodlarında xətalar olacaq. Amma bu xətaları bir də düzəltmək var da. Əgər proqram kodu çox qarma-qarışıqdırsa, bu xətaların düzəlməsi prosesi də çətinləşəcək. Aydındır? Məsəl üçün, deyək ki, ən böyük şirkətləri düşünün də, məsələn, Microsoft-u götürün, Apple-u götürün. Onların proqram kodlarında xətalar olmurmu? Olur. Olsaydı, həftə 8009 update-lər çıxmazdı. Düzdürmü? Və update-lər çıxanda nədir? O xətalar düzəldilir, daha da kod təkmilləşir. Amma o proses onlar üçün ağrılı olmur. Yəni, qısa bir zamanda o problemləri həll edə bilirlər. İndi düşünün, bir proqramçının əgər yazdığı kod çox qarma-qarışıqdırsa, o özü o kodun içindən çıxmağı, başa çıxmağı zaman tələb edəcək. Aydındır? Öyrənmə imkanı, yenə bu əslində qalsa istifadə ilə də biraz əlaqəlidir. Bəli, Python proqramlaşdırmanı öyrənmək çox asandır. Yəni düşünün ki, inkişaf edilmiş ölkələrdə, eləcə də Azərbaycanda orta məktəb səviyyəsində belə Python artıq tədris olunur. Bilməm, siz orta məktəbdə keçmisiniz, keçməmisiniz. Əvvəllər Pascal keçirdilər, sonra artıq 2013-cü ildən etibarən səhv eləmirəmsə, artıq bizdə də 7 və 8-ci siniflərdə Python proqramlaşdırmanın dilini keçirlər. Nə səviyyədə keçirlər, onu indi müzakirə eləmək istəmirəm, amma fakt keçirlər. Aparılan təcrübələr onu göstərir ki, hətta Python proqramlaşdırma dilini 5-ci, 6-cı sinif şagirdinə belə öyrətmək olar. Yəni, o dərəcədə asandır, rahatdır. Sintaksində rahat olması, bir də düşünün, məsələn, belə bir ifadə ilə eşidirsiniz, adətən deyirlər ki, Python proqramlaşdırma dili insan dilinə yaxındır. Burada insan dili deyəndə daha çox ingilis dilini nəzərdə tuturlar. Yəni, istifadə olunan funksiyaların adlarıdır, operatorlardır, konstruksiyalardır. Yəni, mümkün qədər gündəlik istifadə olunan dilinə yaxınlaşdırıblar. Məsəl üçün, bir input hamı başa düşür ki, daxil etməlidir. Print çapa vermədi və s. Yəni, bu çox aydın bir şəkildə adlardan istifadə olunur ki, öyrənən şəxs üçün də bu çətinlik törətməsin, yəni, rahat bir şəkildə bunu öyrənə bilsin. dilini öyrənməsi, bəli, nisbətən biraz çətinliyi var, yəni sintaksin çətin olması və s. və axır, yəni mənimsəməyə biraz daha çox vaxt sərf olunur. Burada da biz deyə bilərik ki, Python dili bir addım öndədir, yəni asan öyrənmə baxımından. Populyarlığa gələndə bu məsələyə az əvvəl yenə toxunduq, yəni Python proqramlaşdırma həqiqətən də populyardır. İlk sıralarda yer alır. R dili isə daha çox alimlər, statistika üzrə mütəxəssislərin arasında populyar bir proqramlaşdırma dilidir. Yəni onlar elə necə deyirlər, gözünü açandan R dilindən istifadə edirlər, onu tətbiq edirlər. Yəni bu baxımdan R dilinin populyarlığı daha çox o dar kontingenti əhatə edir. IDE bilirsiniz, Integrated Development Environment, yəni işləmə mühiti. Onlarla inteqrasiyası baxımından Python'ın istifadə etdiyi, yəni Python'ı inteqrasiya edə biləcəyimiz həmin o mühitlərin sayı çoxdur. Mən burada sadəcə 3-ün 4-ünü göstərmişəm. R dilində isə o imkanlar çox geniş deyil. Yəni məsələn R dilində ən çox istifadə olunan daha çox R Studio'dur, R Quart var, R Commander'ın özüdür. Belə. Amma Python'da bu şeylər daha çoxdur. Yəni məsələn mən orada Visual Studio'nu yazmamışam. Visual Studio var, Xcode var. Yəni elə bir müasir ID yoxdur ki, siz ora Python proqramlaşdırma dilini yəni dil olaraq inteqrasiya edə bilməyəsiniz. Yəni bu baxımdan da seçimlər, ID seçimi Pythonda daha çoxdur. Kitabxana və paketlər, buna az əvvəl yenə gəldik. Yenə burada əslində R-dəkilərin hamısı yazılmayıb, ən çox istifadə olunan. Sırf maşın öyrənməsi ilə bağlı olanlar bunlardır. Amma data analitika ilə bağlı, statistik təhlillərin aparılması ilə bağlı R-in kitabxanalarının, paketlərinin sayı həddindən artıq çoxdur. Yəni müqayisəyə gəlməz dərəcədə daha çoxdur. Ona görə sırf statistik təhlil aparmaq istəyir, dərin təhlillər
verilənlər üzərində emal prosesi, vizuallaşdırma, ağlınıza gələn hər növ vizuallaşdırma ilə bağlı məsələləri həll eləmək istəyirsinizsə, R proqramlaşdırma dilinə üstünlük verməz. Bax, burada biz deyirik ki, R-in üstünlüyü var. Yəni, R-in imkanları, verilənlərin emalını həyata keçirən funksiyalar, kitabxanalar baxımından R dili daha zəngindir. İndi qaldı sürət və məhsuldarlıq parametrizə baxanda deyirik ki, Python'ın həm sadə sintaksin olması onu yüksək səviyyəli bir dil eləyir. Yəni ümumiyyətlə Python yüksək səviyyəli bir dildir. R isə aşağı səviyyəli. Bu baxımdan kritik və sürətli proqramları biz qurmaq istəyiriksə, təbii ki, üstünlüyü Python proqramlaşdırma dilinə verməliyik ki, onların bu proqramların icrası daha qısa zamanda həyata keçirilir. İndi düzdür, biz məsəl üçün deyək ki, C# ilə bunu müqayisə edəndə C# kompilasiya olunan bir proqramlaşdırma dilidir. C# təbii ki, icra müddəti olaraq orada yazılan proqramlar Pythondan da daha sürətlidir. Amma sırf Pythonla R-i müqayisə edəndə biz rahat bir şəkildə əminliklə deyə bilirik ki, Pythonda yazılan proqramlar daha tez icra olunur. R dilində isə Pythona görə daha yavaş icra olunur. Maşın dilinə yaxın dil olmaqla daha sürətlidir. Yox, tam maşın dili deyil. C-dən sonra assembly gəlir. Maşın dili bu dəqiqə assembly'də bizim daha çox maşın dili olaraq gördüyümüz, yəni amma aşağı səviyyəli dillərlə yuxarı səviyyəli dilləri müqayisə edəndə yox, sürət baxımından təbii ki, yüksək səviyyəli dillərin də yazılan proqramlar daha sürətli icra olunur. Yəni maşın daha tez başa düşür. Yox, maşın daha tez başa düşmür. Kodun yazma müddətini deyirsiniz, yoxsa? Yox, icra müddətini deyirəm. Bəli, icra müddəti Python daha üstündür. Yəni Pythonda yazılan proqramlar daha üstündür. Çünki belə düşünün də, məsələn, alqoritm, optimal alqoritm seçilirsə, hər hansı bir məsələnin həlli üçün tərtib olunan proqram kodu qısadırsa, aydın məsələdir ki, onun icrasında da daha az vaxt gedəcək. R dilində isə bu kod daha çoxdur. Yəni tərtib olunan kodun həcmi daha çoxdur. Onun maşın dilinə çevrilməsi prosesi, yəni vaxt olaraq daha çox vaxt alır. Yəni fərq oradan əmələ gəlir. Yəni daha adi məsələdir ki, daha qısa kod daha tez icra olunacaq. Yəni maşın dilinə translasiya olunacaq. R-də yazılan proqramın kodu daha çox olduğuna görə uduzduğu məqam oradandır. Məlumatın modelləşdirilməsinə yanaşma. Deyir ki, Pythonda verilənlərin modelləşdirilməsi üçün standart kitabxanalar, bunlar bəziləriniz bəlkə istifadə eləmişsiniz. NumPy-dir, məsəl üçün modelləşdirmədə, analiz üçün, Scipy-dir, elmi hesablamalar üçün, Scikit-learn, maşın öyrənmə alqoritmləri üçün istifadə olunur. Source paketi R-də məlumatların idxalını, manipulyasiyanı, vizuallaşdırmanı və hesabatını asanlaşdırır. Bununla belə deyirik ki, bəzən R-də xüsusi məlumat modelləşdirmə analizlərini yerinə yetirmək üçün xarici paketlərə ehtiyac duyulur. Yəni Pythonda bununla bağlı imkanlar daha genişdir, modelləşdirmə ilə bağlı. R-də isə o kitabxanaların sayı az olur. Nədir? Kənar kitabxanalara müraciət eləmək lazım gəlir bəzi hallarda. Yəni bu baxımdan biraz Pythonun üstünlüyü var. Verilənlərin vizuallaşdırılmasına gəldikdə isə R proqramlaşdırma dili burada şəksiz liderdir. Yəni vizuallaşdırma ilə bağlı R proqramlaşdırma dilinin daha çox imkanları var. Ona görə dərin statistik təhlillər aparılırsa, o məlumatların rahat bir şəkildə vizuallaşdırılmasında da R dilinə üstünlük verilir. Amma Python'ın da yenə imkanları var. Bu oyun kitabxanasında məlumatları vizuallaşdırmaq üçün istifadə edə bilərsiniz.